Həftəlik bürclər 16 fevraldan 23 fevrala doğru dolça əkizlər tərəzi bürclərini nələr gözləyir? Düzdür, bəli. Günəş tutulması bu günləri axşam başlayacaq dövrəyə. Sabahdan günəş üçün tutulması dolça bürcündə aktivləşdiyi üçün yeni dövrə keçəcək. Amma biraz bu həftə sizi sirkələyəcək. Çünki günəşin tutulması bir müddət bizim bütün hiss və emosiyalarımızın, özümüzün, bədənsal enerjilərimizin evrəndən aktivləşməyimizi bir neçə günlük bloklaya bilər, sonradan transformasiya edə bilər. Dolçalar bu həftə seçim qərarında olacaqsınız. Bu da günəşin tutulmasının təsiri ola bilər və Uranın da aktivləşməsinin retrosu bitir, amma Uranın aktivləşməsi başlayır. Bu həftə nə etməlisiniz? Olduğunuz evlə, olduğunuz mühitlə, olduğunuz məskunlaşdığınız yerlə ya enerjinizi birləşdirəcəksiniz, ya da o yerdən çıxmalısınız. Çünki bu həftə öz qabınızda olmayacağınız, bu həftə həm sağlamlıq olaraq, həm də pulla bağlı çox böyük udara düşə biləcəyiniz zaman ola bilər. Mən nəyisə deyəndə əminliklə deyirəm. Çünki bu təkcə dolçalara aid deyil, yüksələni dolça olanlara da təsir edir. Bəzi insanlar deyir ki, bürclərdə yox, bu tam bizə aid deyil. Sizin yüksələniniz var, sizin günəş bürcünüz var. Bunları unutmağa ehtiyac yoxdur. Bütün bürclər var ki, mən hamısını sizə bildirirəm, məlumatlandıram. Amma dolçalar bu həftə maddiyyatınız nə qədər ciddi bir qərar verməz. Mən bu maddisal yük etməyimə dəyərmi? Maddiyatla bağlı problemi aktivləşdirmə dəyərmi? Çünki bu həftənin ortalığında maddisal problemi, maddisal yükümüz olacaq. Həftənin sonlarına doğru daha çox işləməyə çalışacaqsınız. Özünüzü aktivləşdirməyə çalışacaqsınız və qərarsızlığın bir balaca boşluğunda olacaqsınız. Ümumi dəyərləndirsək 73%-ə qədər həftəvizi dolçalar uğurlu edə bilərsiniz. Amma bu bilirsiniz, sizin canınızın bahasına gələcək. Yəni canın çıxmış şəkildə özünüzü gücləndirməyə çalışacaqsınız. Bu həftə şəxsiyyətə doğru yüklənməyə ehtiyac yoxdur dolçalar. Zaten belə deyim də, hava ünsürlərinin günəşin tutulmasının aktivləşməsi şəxsiyyət üçün deyil. Bunların şansın, maddiyyatın və evrən olaraq enerjilərin bütövlənməsi üçündür. Öz enerjilərinizi gücləndirə bilərsiniz. 20'sine qədər biraz düşmələriniz olmasına baxmayaraq 20'sindən sonra özünüzü gücləndirə biləcək. Həftənin sonlarına doğru maddisal aktivləşməyə fikir verin. Bir də yaxınızda olan insan kimsə onun sağlamlığına önəm verin. Əkizlərə gələndə əkizlər bu həftə bacardığınız qədər şəxsiyyətə doğru yüklənməyə çalışın. Əkizlər sevgi, şəxsiyyət, darıxma, içinizdə ümidsizlik, güvənsizlik. Elə bilin ki, ikinci bir simavız yaranacaq tam əkizlər kimi. Onunla danışmağa başlayacaqsınız, onunla ünsiyyət qurmağa çalışacaqsınız. Bu həftə maşınla, yolla, nəqliyyatla bağlı problemləriniz ola bilər. Və yaxud da belə deyim, sizə getdiyiniz yollarla əlaqədar problemləriniz ola bilər. Bu həftə gözləmədiyiniz insanların vasitəçilik təklifi, vasitəçilik dəstəyi, vasitəçilik mənəvi olaraq, maddi demirəm, amma mənəvi olaraq kömək sizi çox qürurlandırıb, sizi çox sevgi dolu edə bilər. Şəxsiyyətlə əlaqədar görmədiyiniz hər şeyi görəcəksiniz. Görmədiyiniz insanları dəyərləndirəcəksiniz. Görmədiyiniz keçmişdən olan insanların sizin həyatınıza yenidən gəliş ola bilər. Çox gözəl və xoş vaxt keçirdə bilərsiniz əkizlər. Amma içinizdəki şübhə, içinizdəki narahatçılıq əkizlər heç bitməyəcək. Qoyun bu həftə əkizlər beyniniz sussun. Susduqca da pul olaraq, maddiyyat olaraq, şəxsiyyət olaraq özünüzü düzəldə bilərsiniz. Amma qəribə bir formada olacaqsınız. Günün yarısına qədər tam əkizlər, günün yarısından sonra tam aktivləşməmiş bir əkizlər olacaqsınız və əkizlərin içərisində o cavan uşaqla qoca kişinin, qoca qadının mübahisəsi bu həftə daha çox olacaq ki, biri ağıllı, biri tam da istədiyiniz kimi məsuliyyətli olmayacaq və bunun dəngəsizliyini yaşayacaqsınız. Ümumi dəyərləndirsək 78%-ə qədər həftəvizi uğurlu edə bilərsiniz. Sosiallığınız bu həftə şənliyinizi artırın əkizlər. Tərəzilərə gələndə isə tərəzilər bu həftə bilirsiniz necə olacaqsınız. Gizlənpaç oynayacaqsınız. Çox görsənmək istəmirəm, amma insanlar məni unutmasın. Çox hərəkət etmək istəmirəm, yorğunluğum çoxdur, çabalarım, boşluqlarım zaman çərçivəsində çox olacaq, maddisal narazılıqlarım çox olacaq. Xahiş edirəm tərəzi bürcüləri, pulla işlə əlaqədar heç bir aktivləşmə etməyin. Çünki bu gedişat hələ sizin pulla, maddiyyatla əlaqədar uçurumda olduğunuzu, tam istədiyiniz kimi aktivləşə bilməyəcəyinizi, düşüncə və məntiq olaraq çabalarınızın boşluqda olacağını göstərir. Amma tərəzilər ailə ilə, özünüzlə əlaqədar olaraq ətrafınızda sevdiyiniz insanların sizə çox gözəl qoruma şəklində yaxınlaşması olacaq. Sanki sizi qoruyacaqlar və sizin özgüvəniniz, güclənməniz 1-ə 5 artacaq. Məntiqinizdə qurduğunuz bütün planları bu həftə yavaş-yavaş həyata keçirdib özgüvəninizi aktivləşdirə bilərsiniz. Pis həftə deyil. Məncə dolça və əkizlərdən fərqli olaraq tərəzilər sizin üçün daha uğurlu həftədir. Amma gizlənpaç oynamayın. Bu həftə çabalarınızı mən varam, mən aktivəm, mən güclüyəm. Özünüzə inamınızı gücləndirməlisiniz. 82%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Tərəzilər.